Misalda kalsium nitrat, natrium xlorid. Baxmaq lazımdır ki, duz-duz reaksiyasıdır. Əvvəldə problem yoxdur. Baxıram, kalsium nitrat həll olur, natrium xlorid həll olur. Görüm sonda çöküntü verirmi? Sonda baxıram, kalsium xlorid alınır və natrium nitrat. Sonda da çöküntü vermir. Deməli, bu reaksiya getmir. Sonra baxıram B-yə. Magnezium xlorid üstə gələk. Kalium sulfat. Əvvəldə problem yoxdur. Magnezium xlorid həll olur, kalium sulfat həll olur. Sonda baxıram. Kalium xlorid dəyişmə reaksiyası gedəcək daha. Kalium xlordan magneziumda sulfatdan birləşəcək. Yenə də burada da baxıram, sonunda kalium xlorid həll olur, magnezium sulfat həll olur. Bir problem yoxdur. Sonra natrium sulfat sadəcə sübut üçün bunu yazıram. Amma harda sübut üçün yazıram. Harda gümüş zat görsəz birinci onları yoxlayın. Sübut üçün yazıram ki, göstərim. Amma növbətilərdə o cürə gələcək. Birbaşa gümüş zat hardadır, birinci ora gedəcək. Çünki cavab odur da. Magneziumdan sulfat birləşəcək. Magnezium sulfat, natriumdan sulfat, natrium nə yazılır? Magnezium nitrat, hə? Deməli, magneziumdan sulfat, natrium nitrat, bunlar hamısı həll olur. Amma götürsək, argentium nitrat, üstə gələk kalium xlorid, kaliumdan NaOH və argentium xlor alınır burada. Kalium NaOH nitratların hamısı həll olur. Argentium xlorid də çökür. Deməli, bu reaksiya sona qədər gedir. Reaksiyanın əvvəlində problem olmamalıdır. Sonda isə çöküntü alınmalıdır. Aydın oldu. Bəli, müəllim. Onda nə vaxt gümüşü, qızılı görülür olan reaksiyası? Qızılı yox, qızılın çöküntüsünü demişik biz. Gümüş bir xlorid çöküntüdür. Sonra cibə bir xlorid çöküntüdür. Plümbium xlorid çöküntüdür. Yəni çöküntüləri barium sulfatdır. Yəni nəyi oxşatdırsa ora doğru gedirsən də ki, yəni oxşadım ki, bu çöküntüdür. Argentimi görürəm, orada xloru görürəm. Təbii ki, orada çöküntü verəcək. Sonra? Bu səhvədə yoxdur. Var burada səhvədə. Burada var. Var. 27 var. 27. Hansı reaksiya çöküntünün əmələ gəlməsi ilə məhlulda axıra qədər gedir? Deməli, birinciyə baxıram. Oradan kalsium xlorid alınır. Bir də H2 karbon OH-dur, o da alınan anda parçalanır, karbonatdır, qaz çıxır. Ona görə bu reaksiya gedir. Amma ikincidə natrium xlorid və kalsium karbonat alınır. Kalsium karbonat da çöküntüdür. Deyək karbonatlardandır, ortofosfatlardan, sulfitlərdən, silikatlardan ancaq natrium, kalium, amonium həll olur. Qalanları hamısı çökür. Ona görə də burada kalsium karbonat çöküntüdür. Aydın oldu? Bəli. Sonra? Bu səhvədə yoxdur. Keçdik bura. Burada var. Bəli, 32, 33 var. Eyni tipində bilirəm. Başa sala bilsin. Təyin edilən ferium xloru 3 tərkibində ionlara uyğun reaktivlər. Dəmiri nəydən təyin edirlər? Onun tərkibini. Dəmir nəydən çöküntü verir? Bir də xlor nəydən çöküntü verir? Bax, orada olanların hansından birləşsə, onun tərkibində ion dəmirdən çöküntü verir. Anionlar lazımdır bizə. Dəmir ya OH-dan verməlidir, ya SO4-dən, ya nitratdan. Hansından çöküntü verir? Ferium SO4 çöküntüdür. Sulfatlardan hansılar demişik, bu çöküntü deyil. Ferium, NaOH, nitratlardan çöküntü var demişdik. Hamısı olur. Hə. Burada 3 valentlidir. Hə, deməli dəmir OH-dan 3 dəfə hidroksitlərdən həll olanlar hansılar idi?
Qələvi torpaq metalları. Qalanları neyir? Qalanları deməli qələvi torpaq metallarından başqa qalanları çökür. Deməli dəmir barium xlorid natrium OH-dan çöküntü verəcək. Natrium OH-dan reaksiya girəcək, orada OH-dan çöküntü verəcək. Xlor isə xlor. Bunların 2 dənə natriumda, bir dənə də argentiumda kation. Gərək anion kationla birləşsin. Nəydən birləşəndə çöküntü verəcək? Xlor bunlardan nəydən birləşəndə çöküntü verəcək? Natriumdan yoxsa argentiumdan? Argentium. Argentium xlorda çöktü. İndi bu dərslikdə var rəngləri. Deməli, barium OH3 qırmızı qonur rəngdə çöküntüdür. Deməli, bura 1-dən 4 uyğun gəlir dəmirə. Dəmiri təyin etmək üçün natrium OH-dan istifadə edirik. Rəngi də qırmızı qonurdur. Xloru da təyin etmək üçün 3-dən istifadə edirik və 5-dən istifadə edirik. Çünki argentium xlorid ağ rəngli çöküntüdür. Çöküntülərin də rəngləri, bəzilərinin rəngləri dərslikdə verilib. O rəngləri də oradan əzbərləyin, zəhmət olmasa. Məsələn, barium OH2 get-gedə elə yazıb. Qonurlaşan yaşılımtıl. Yəni belə rəngləri var. Barium OH2 hərəsinin rəngi var. Gümüş, məsəl üçün barium OH2. Argentium bromid sarımtıldır, argentium yodid sarıdır, argentium ortofosfat sarıdır, miski hidroksid deməli göydür. Hamısının rəngləri var. Sonra burada başqa hansı sual? 37. Deməli, bu ionları təyin etməyinə baxmalıyıq ki, necə təyin etmək olar. Burada təyin üçün baxmaq, lakmus. Lakmus təyin etmək üçün ya H müsbət olmalıdır, ya OH yoxdur. Bu çıxdı sırada. Mən dəmiri necə təyin edeyim? Tutaq ki, argentiumu tökdüm. Argentium xlorid ağ rəngli çöküntü, argentium PO4 sarı çöküntü. Bəs dəmir təyin edə bilmirəm, vaxt getdi. Xloriddən sulfat. Yox, bunlar heç birini təyin eləməz. Dəmir heç birindən çöküntü vermir. Bu da getdi. Qələvi məhlulu argentium nitrat. Və cavab budur. Çünki qələvi məhlulunda, məsələn, natrium OH, tərkibində OH var, dəmirdən çöküntü verəcək. Argentium nitratın tərkibində argentium var, o da xlordan çöküntü verəcək, bir də PO4-dən çöküntü verəcək. Argentium xlorid, argentium ortofosfat. Başa düşdün? Buyur, sonra. Bu səhifədə yoxdur. Burada. 47 var. Hansı reaksiyanın qısa ion tənliyi H müsbət, OH, H2O kimdir? Deməli, birinci deyil, çünki birincinin əvvəlində çöküntü var, mütləq şəkildə deyim. Mütləq şəkildə bu çöküntü də olmalıydı qısa ion tənliyin içində. Çünki çöküntü ionlar vermir. Amma burada qısa ion tənliyində görəm ancaq sudur da, çöküntü zad yoxdur. Bu getdi, heç yazmıram da. B-yə baxıram, alüminium hidroksid var, o da çöküntüdür. Qısa ion tənliyində o da olmalıydı, yoxdur, bu da getdi. C-dir cavab. Çünki buradan natrium xlor alınacaq. Üstə gələk H2O. Natrium ionlara parçalanır, natrium gedir. H-xlor ionlara parçalanır. Xlor gedir. Buradan da natrium xlor. Sol tərəfdə OH-dan H, sağ tərəfdə H2O əmələ gəlir. Yəni cavab C-dir. İndi D-yə də baxaq. Reaksiyanın əvvəlində D-yə baxanda miski hidroksid görən çöküntüdür. O da olmalıdır, qısa ion tənliyində yoxdur. Sink hidroksid çöküntüdür. Çünki qələvi torpaq metallarından başqa qalan hidroksidlər hamısı çökür.
çöküntüdür. O da qısa yöntəmliyində olmalıydı. O da yoxdur. Deməli, cavab C variantı. Sonra 9. dəmir 2 sulfat, dəmir 2 sulfat argentum yazacaqdım. Argentum demir. Barium klorid. Buradan alınacaq barium sulfat. Bariumun valenti 2, SO4-ün valenti 2. Çünki 2 hidrogeni yoxdur. Gəldim, dəmir 3 valentlidir, 3. Olur buradan bir görürəm, 1 valentlidir, metaldan birləşir. Minimum olur valenti 1. Tam olacaq barium klor 3. 2 dəmir. Özüm yazdıqca izahdan deyirəm ki, biləsən nəyə görə formulu belə yazıram. 2-ni bura qoyuram. 3-ü bura qoyuram. 3-ü bura qoyuram. Çox olur. 3-də bura. Hə, 3-də düzəldi. İndi deyir ki, qısa iyon tənliyi. Burada deməli qısa iyon tənliyini yazmalıyıq. Yazaq. Ümumiyyətlə çöküntü varsa, qısa iyon tənliyində həmin o çöküntünün tərkibində hansı iyonlar varsa, onların tərkibindəki iyonların cəmindən bir vahid çox olur. Qısa iyon tənliyində heç bunu tam iyonu yazım, ixtisar eləyim ehtiyac yoxdur. Burada barium sulfat çöküntüsü var. Düzdürmü? Barium sulfatın içərisində bariumdan SO4'dür. Bariumdan SO4 yerləşir. Onun tərkibində və barium sulfat çöküntüsündə tərkibində 2 iyon var. Ondan bir vahid çox. Yəni tərkibində əmsalların cəmi 3 olmalıdır. Bir vahid çox. Daha ehtiyac yoxdur, mən onları yazım, nəsə eləyim, ixtisar eləyim, tam iyon tənliyi ilə ixtisar eləyim, qısa iyon alım. Reaksiyadan sonra çöküntü alınırsa, çöküntünün tərkibindəki iyonların cəmindən bir vahid çox. Bir barium, bir SO4. Bir vahid çox olacaq. 2 dənədir, bir vahid çox eləyir 3. Başa düşdün? Fatimə, yəni ehtiyac yoxdur, mən bunları yazım, ixtisar eləyim. Bəli, çox sağ olun. Onda elə 50-ci sualda eyni sualda ona özüm baxaq. Hə də orada da baxırsan ki, argentum klorid alınacaq. Alüminium nitrat alınır, dəyişirlər də argentum klorid. 2 dənə iyon var, biri vahid çox eləyəcək 3. Sonra Reaksiyanı yazmadan daha rahat tapmaq olur. Bu səhvədə yoxdur da. heç burada da yəni yazmasan da barium sulfatdan tapa bilərəm. Burada 62 var. reaksiya üçün doğru olan ifadələri müəyyən edin. Deməli, nə deyir burada? Ağ rəngli həlməşik çöküntüdür. Bəli. Ümumiyyətlə, əgər keçid elementləridirsə, yəni D yarım qrup elementlərinin hidroksidləridirsə, onlar çöküntü verir. Daha doğrusu rəngli çöküntü verir. Amma alüminium hidroksid ağ rəngli çöküntüdür, həlməşik şəkilli çöküntüdür. Hətta onun çöküntünü kolloid məhlula oxşadırlar. Kolloid nədir? Yumurtanın ağı olur, belə həlməşik şəkilli. Eynən saç lakkı zadı o formada. Çöküntüdür alüminium hidroksid. Ne deyir? Ağ rəngli həlməşik çöküntüdür, doğrudur. Alüminium iyonunun təyinidir, o da doğrudur. Çünki alüminium hidroksid əmələ gəlir və o da çöküntüdür də. Alüminium təyin etmək üçün OH olan iyon əlavə edilməlidir. Ona görə cavab burada 1-dən 2 eləyəcək. Üçüncüdə əvəz etmə reaksiyasıdır, səhvdir. Bu dəyişmə reaksiyasıdır. Mübadilə. Əvəz etmə reaksiyası adətən bəsit mürəkkəb arasında gedir. Burada 2 mürəkkəbdir, sadəcə tərkib hissələri dəyişir. Kalium klordan alüminiumda OH-dan birləşir. Bu dəyişmə və ya mübadilə reaksiyasıdır. Ona görə cavab 1-dən 2 eləyəcək. İyon mübadiləsi reaksiyalarında əvəz etmə reaksiyası ola bilir. İyon mübadiləsi reaksiyasında. Yox, rast gəlməmişəm, yox, olmur. Bildim, mən çox sağ olun. 69-a baxa bilərik.
Mən 61 izah elədim. 61 demişdin. 62 demiştim əslində. 60 amma eynidirlər də. Elə ki orada da barium SO4 alınır. Barium SO4 haqqında onlara baxacağıq. O da ağ rəngli çöküntü. Çöküntülərin rəngi cədvəldə var. SO4 təyin etmək üçündür. Bu da 1-2 C Amma var. neytral seçmə deyildi. Həmin şey. Rəngləri öyrənməmsən. Öyrənmişəm. Mən prosta burada seçməklə neytrallaşma biraz mənə çaşdırdı ona görə. Hə, sonra 69. içərisində kalium OH və HNO3 olan məhlulları qarışdırdıqda hansı ionlar cütü daha çox olar? Hansı ionlar cütü daha çox olar? Deməli, Kalium onun içinə H2O yaranmır. kalium NO3 H2O yaranır. Amma bu H2O orada ion vermir, axı su ionu vermir də. Onunla işim yoxdur. Olan kaliumdan NO3 olur da, suda məhlulda ion. Bunlar ion vermir. Bunlar öz aralarında birləşib su əmələ gətirir və salam. Zəif dissosiasiya edən maddədir, ion vermir də. Məhlulda olanlar kaliumdan NO3 ion şəklində. Başa düşdün? Bildim. Bəli, müəllim. Çox sağ ol. Bu səfərdə qutardı. Burada Burada 72 var. duzların dissosiasiya tənliklərinə əsasən hansı ifadələr doğrudur? Bu dissosiasiyadır. X3PO4, YSO4. Bunlar hər biri onda həll olan bir duzdur ki, dissosiasiya edir. Deyir, X ionu SO4 ionu ilə X2SO4 birləşməsi əmələ gətirir. Baxaq, X-in valenti burada neçədir? 1 valentlidir. Niyə? X-in valenti 1-dir, PO4 3 hidrogeni yoxdur. Valenti 3-dür, belə yazılır. Deməli, X-in valenti 1-dir. Burada SO4-ün də bilirəm ki, 2 hidrogeni yoxdur. Valenti 2-dir. Onda X2SO4 əmələ gətirir. Bu doğrudur. 1 doğrudur. Gəlirəm ikinciyə. Y2 müsbət ionu PO4 ionu ilə Y3PO4-ün 2 dəfə birləşməsi əmələ gətirir. Deməli, Y2 valentlidir. PO4 də 3 valentlidir. PO4. Bunda 3 gələcək Y-in aşağısına, 2 də PO4-ün aşağısına. Belə bir birləşmə əmələ gələcək, bu da doğrudur. X, Y ion rabitə birləşmə əmələ gətirir, xeyr. X və Y-də ikisi də metaldır, o necə birləşəcək? Biri metal, biri qeyri-metal olmalıdır, bu səhvdir. 1-2 cavab D variantı. Yəni, burada X-in Y-in valentini tapıb, sonra SO4-dən, PO4-dən baxırsınız ki, necə birləşmə əmələ gətirir. Bilirsən də, SO4-ün 2 hidrogeni yoxdur, valenti 2 olacaq. PO4-ün 3 hidrogeni yoxdur, valenti 3 olacaq. Bu səhifədə yoxdur. Yoxdur. Xeyr. Sonra keçək o bir səhifəyə. Burada 81 var. Sink xlorid və amonium xlorid üzərinə hansı maddələrin məhlullarını əlavə etməklə onları bir-birindən fərqləndirmək olar? Bunları natrium hidroksiddə əlavə edə bilərik. İndi niyəsini deyim. Çünki sink natrium OH-dan çöküntü verir. Sink natrium OH-dan çöküntü verir. Bir dəqiqə baxım görüm. NH4 də burada qaz halında olan maddə verir. Bir dəqiqə. Bunu fərqləndirmək olar deyir. Burada eyni olacaq. Fərqləndirmək üçün kalium 2 isə əlavə eləsəm var ha, birinci. Natrium OH yazdım. Natrium OH-dan da elə fərqləndirmək olar. Baxın elə, sink klor 2, çünki NH4 OH çöküntü deyil ha. Natrium OH əlavə eləsəm, natrium OH. Bu zaman sink OH2 çöküntüdür. Üstə gələk natrium xlor. Bir də NH4 xlorun üzərinə natrium OH əlavə eləsəm, natrium OH.
Buradan yenə də natrium xloru alınır, natrium xlordan birləşir. Bir də NH4OH alınır, bu da alınan anda parçalanır. NH3-ə və suya parçalanır. NH3-ə və suya. Buradan qaz halında olan maddə alınır, burada çöküntü alınır. Aydındır. Ona görə bundan fərqləndirdim. Bir də kalium 2S gəlsəm, nə alınacaq? Sink xlorid üstə gərək kalium 2S. Əmələ gələcək kalium xlorid üstə gərək sink S. Bu çöküntüdür. Sonra amonium xloridin üzərinə kalium 2S gəlsəm, burada kalium xlorid də həll olur, amonium sulfid də həll olur. Niyə? Dedim sulfidlərdən karbonat, orta fosfatlar, bunların silikatlar, bunlardan ancaq natrium, kalium, amonium duzları həll olur. Ona görə bunun hər bir duzu həll olur. Bunu fərqləndirmək oldu. Gördük ki, singes çöküntü verir. Amma amonium xlorid kalium 2S çökmür. Mən də lazım ki, fərqləndirim də. Ya dördüncü də necə oldu fərqləndirdim? Tez görən kimi gözüm qabağına natrium OH gəldi. Ona görə birinci onu yazdım ki, sink xlorid çökür. Sink hidroksid çökür. Sink hidroksid çökür. Bir də amoniumla da belə bir qaz çıxır. Fərqləndi də. Biri çöküntü verdi, biri qaz. Kalium 2S-dən də singes çöküntü verdi, digəri həll olmadı. İndi gəlin argentium nitrata tökək baxaq. Argentium nitrat töksəm, burada argentiumla buradakı xlor da çöküntü verər, buradakı xlor da çöküntü verər. Hər ikisi argentium xlor çöküntüsü ağ rəngdədir, ayıra bilmədim. Sonra sink xloridin üzərinə HNO3 gəlsəm, bu reaksiya getməyəcək, nitrat xloridi çıxartmaz. Burada da yenə də əlavə etsəm nitrat xloridi çıxartmaz. Bununla da fərqləndirmək olmalıdır. Cavab edici elə 1-4. 1-4. Bu da Y variantı. Aydındır. Başa düşdün? Yəni fərqləndirmək üçün nəsə eləməliyəm də ki, biri çöküntü, biri qaz və ya biri həll olur, biri həll olmur. Burada məsəl üçün ikinci ilə hər ikisi ağ rəngli çöküntü verir. Üçüncü ilə də heç biri getmir. Sonra Bu səhifədə yox. bu səhifədə Burada var. hansı? 95. Əslində əlləmişəm səhv. 95. Neçə? 93? 5. 95. Hə, 95-də. Deyir, deməli 3 mol H brom var. Və 1 mol da argentium NO3. Reaksiyaları, bunların arasında reaksiya gedir. İyonların mol sayından asılı olaraq qrafiki müəyyən etməliyik. H xlor üstə gələk argentium NO3. Bu zaman argentium xlorid çökür. Üstə gələk. Çöküntü varsa xlorid nitratı çıxarda bilər. Və HNO3. Deməli 3 mol mən xlor yazdım. Bu brom olmalıdır. Brom, bir dəqiqə silim brom eləyim onu. Fərqi yoxdur, xlor oldu, brom oldu. Əsasdır ki, reaksiyanı düz yazılır. Hə, argentium bromid, bir də HNO3. Bundan 3 moldur, bundan da 1 moldur. Sonda argentium bromid çöküntüsü verir. Görürəm ki, argentium əvvəl 1 mol idi, sonda ondan heç nə qalmadı. 1 mol idi, heç nə qalmadı. Yəni ki, bu da uyğun gəlir 4-cüyə. Hansı argentiuma uyğun gəlir 4. Çünki 1 mol idi, aşağıdadır da mol miqdarı ən aşağı. Və ondan heç nə qalmır, sərf olunur. İndi nitrata baxıram. Nitrat da argentium NO3-ün içərisində 1 moldur. Sonda da necə var çıxıbdır 1 moldur. Yəni 3-cü də aiddir NO3-ə. NO3-ə aiddir 3 əyrisi. Ondan sonra gəlirəm hidrogenə. Hidrogen 3 moldur. Sonda da hidrogenə heç nə olmur. Sonda elə necə var çıxır. Ona görə elə birinci əyri aiddir hidrogenə.
O da kationdur. Anyona baxıram ki 3 mol brom idi. Onun biri çöktü. Niyə biri çöktü? Çünki bir argentiumdan 1 mol brom girəcək də çöküntüyə. Qalanları qalır axı. Deməli 3 bromdan biri çökür, 2 brom qalır. 3-dən 2-yə düşür. Bu da ikinci əyridə aid olacaq broma. İkinci əyri. İndi məndən soruşur ki, hansı qrafiklər anyonlara aiddir? Onda burada 2 ilə 3 eləyəcək. Cavab D variantı. Bir təyin elədik, yazdım. Sən nə səhv eləmisən? Deməli 2 mol barium hidroksid olan məhlula ardıcıl olaraq 1 mol miski sulfat, 1 mol da feryum klorid, 2 mol natrium karbonat olan məhlullar əlavə etdikdə hansı ionlar arasında reaksiya gedir? 101-də. Deməli, hansı ionlar arasında reaksiya gedir deyəndə hansı ionlar çökür nəzərdə tutur? Ona uyğun eləməliyik. Bariumdan, təbii ki, mən görürəm burada tez SO4. Bariumdan SO4 çöktü. Birincisi budur. Ondan sonra başqa nə görürəm? Dəmir görürəm və bariumdan sulfat çöktümü? Bir barium hidroksid qaldı. Bax. Elə bil ki, bariumdan sulfat çökür. Bariumdan sulfat çökür. Misdən də OH girir də reaksiya. Misdən də OH. Bu da çöküntüdür də misdən hidroksid. Yazaq bura barium hidroksid. Üstə gərək mis 2 sulfat. Alınacaq mis 2 hidroksid. Üstə gərək barium SO4. Burada barium SO4 də çöküntüdür. Mis 2 hidroksid də çöküntüdür. Deməli, bariumdan SO4 arasında da reaksiya gedir. Misdən OH arasında da reaksiya gedir. Bu da getdi. 1, 2. Sonra dəmir, buradan 1 mol barium hidroksid artıq qalır. Çünki biri gedir də reaksiyaya. 1 mol barium hidroksid qalır. Dəmir də, dəmir 2 klorid. Barium hidroksiddən reaksiya girəcək. Bax, bura, barium hidroksid, üstə gərək feryum klor 2. Bu zaman dəmir 2 hidroksid çökür və dəmir 2 hidroksid bariumdan da klorid alınır. Bax, burada feryum hidroksid çöküntüsü. Deməli, dəmirdən OH arasında da gedir. 4. 1, 2, 4. Sonra nə istəyir məndən? 1, 2, 4 oldu. Hansı halda ionlar arasında reaksiya gedər? Bariumdan qaldı ki, artıq qalmadı axı. 2 mol barium hidroksid idi. 1 mol mis2 sulfat döktüm. Əmələ gəldi mis2 hidroksid və barium sulfat. 1 mol barium hidroksid də 1 mol feryum kloriddən reaksiya girdi. Buradan əmələ gələcək feryum OH2, barium sulfat və natrium karbonat heç nədən reaksiya getmir axı.